Davam eləyək. Neçənci sualda qalmışdıq? 30-u dedi yaxın səfər. 31. Üçbucağın bucaqlarından biri qalan ikisinin cəminə bərabərsə, bu üçbucağın bucağını tapın. Neçə olur uşaqlar? Bu bucağı tapmamı istəyir. Üç tərəfi, 180. bax, üç tərəfi 180-dir. Bucaqlardan biri digər ikisinin cəminə bərabərdir. Müəllimə deyim mən. Bir görün baxın. Müəllimə 100 elə bir ki, bir tərəf 90 olsa, digər tərəflərdə 90, Aysa, 45-45 olar. aysa 45-45 olsun, 30-60 olsun, fərqi yoxdur. Hökmən bunun cəminə bərabər olmalı deyil. Hökmən nə olursa olsun, o da 90 olmalıdır ki, toplayanda 180 alım. Deməli, bucaq nəymiş? Elə 90-ın özüymüş. Sağ ol. Bax, elə demişkən 32-də də görüm. Deyim, üç bucağın kör bucağından qalan ikisinin cəmini çıxsaq, fərq 40 dərəcə olur. Bir dəqiqə. Vur bucağı alfa kimi düşün. Deyir alfadan digər iki bucağın cəmini çıxsan. Yəni, beta ilə qammanı çıxsan. Cavab neçə qalır? 40 qalır. 40. Kör bucağı tap. Yəni, alfanı tapmamı istəyirsən. Deyir alfa nəyə bərabərdir? Ümumi sən neyə? Alfanın da 100-dən böyük götürməliyik də. Yox, elə baxma, elə fikirləşmə. 100-dən böyük gör neçə dənə variantın var. Mənfini ver qarşıya mötərizəni az. Alfa çıxılsın beta. Bu mənfi buna təsir göstərəcək nə olacaq? Ya elə də elə bilərsən, ya da heç özünü oralarından yorma. Ümumi sən mənə də görüm. 3 bucağın cəmi alfa plus beta qammanın cəmi nəyə bərabərdir? 180. 3 bucağın cəmi, üst tərəfin cəmi 180-ə bərabərdir. Fərqi verib sənə 40. İndi bax, buradan beta Mənim cavab D variantı. yo, cavabı elə düşünmə. Beta plus qamma nəyə bərabərdir? Beta plus qammanı olduğu kimi saxla. Bərabərdir nəyə? Alfanı digər tərəfə apararsan. 180 çıxılsın alfaya bərabərdir. 180 çıxılsın alfa. İndi beta plus qammanı 180 çıxılsın alfa tapmısan aparıb burada yerinə qoya bilərsən. Aparıb burada beta plus Bəli. qammanın yerinə 180 çıxılsın alfa yazarsan. Yazarsan ki alfa çıxılsın 180 çıxılsın alfanı artıq toplamayla yazarsan. Təsir göstərər. Bərabərdir 40-a. Əsmə səsi bağla. Alfa ilə alfanı toplayanda neçə eləyir? 2 alfa. 2 alfa. 180 mənfi digər tərəfə çıxmada toplama ilə gedir. 180 ilə 40 toplayanda neçə eləyir? 220. 220. Alfa da bərabərdir. 220-ni qarşıdakı 2-yə bölürəm. Neçə düşür? 110. 110. Ay, sağ ol. Cavab olur A variantı. Bu ümumi 9-10, 11-ci sinif səviyyəsi sualdır, amma qəşəng sualdır, maraqlı sualdır. Əvəz eləmə qaydasından istifadə edib cəmlərin 180-ə bərabər olduğunu bilib, buradan beta plus qammanı 180 çıxılsın alfa kimi yazıb apardıq yerinə qoyduq. Bir dənə alfanı aldıq. Məhsulumuz 1 alfa oldu, rahatçılıqla tapdıq. 33-cü sualda. Hı -hı. Fikri olan, məsələn, desin, adını çəksin ki, müəllimdən deyim, onu izah eləsin. 33-ü demək istəyən var. Bir dəqiqə. 33. Müəllim desem olar. Buyur Yahya. Müəllim bucaq A bucaq C'ye beraberdirse bucaq C 30 derecedirse altını 2'ye vurup üstüne 18 gelende de 30 derece eləyir. Deyir ABC bucağının perimetrini hesablayın. Fərqli yanaşdı, amma qəşəng dedi. Fərqli yanla baxdı misala. Mən elə izah verməyəcəkdim, amma qəşəng dedi. Qısa konkret, bax konkret yerində dedi ki, x 2-yə bərabərdir. Yo, bir dəqiqə. Talib deyən, Yahyanın sözünü bölmə, qoy axıra qədər öz aparsın. X-i rahat 2-ni tapdın Yahya, sonra nə edərsən? Müəllim 8x üstə gələk 2 deyir. Aha. Bunları Bax 2-ni tapmısan, qəşəng gəldin. Tamam. Talib dalını get görüm, ardınca nə deyirsən Talib? Yahya 2-ni çox qəşəng tapdın. Müəllim, mən başdan başlayacaqdım. Başda eyni olmaz. Deyə getsin. Nə olasıdır? Müəllim, burada deyir A-nı tap. A bərabərdir 30-a, qarşı-qarşıya durduqlarına görə. C də 6x təkrar 18-ə. A ilə C bir-birinə bərabərdirsə,
30-dan 18 çıxacam. 12, 12 6-ya böləcəm. X alınacaq 2. Deməli, soruşur ki, ABC bucağının perimetri. 30'lar yadda qalır o heç. 8-i 2-yə vuracaq, alınacaq 16. Üzərinə də 2 gələcək, alınacaq 18. 60-ın üzərinə də 18 gələndə 78. Ay Allah. Mən də bax eyni qaydada izah verəcəkdim. Yahya Pramay dedi ki, nə qəşəng dedi. Amma ümumi qayda olaraq bax, A bucağın qarşısındakı tərəf 30-dur. C-nin də qarşısındakı tərəf bu tərəfdir. Bucaqlar bir-birinə bərabərdirsə, tərəflər də bərabərdir. Deməli, burada yan tərəflər, yəni 6x üstəgəl 18 bərabərdir 30-a. 6x üstəgəl 18-i bərabər edirsən 30-a. Tapırsan ki, x nəyə bərabərdir? 6x bərabərdir 18 digər tərəfə çıxma ilə gedir. 30-dan 18 çıxanda 12. X də bərabərdir 2-yə. 2-ni tapdıq. Aparıb yerinə yazaram. 6 dəfə 2, 12, 12-nin üstünə. Heç bura gəlməsən, bura 30-dur, bura da 30 demişdik. Bura 30-dur. Burada da 2 yerinə qoysam. 2 dəfə 8-in 16, üstünə də 2 gələndə 18. Ümumi perimetr nədir? Bu üç tərəfin cəmi. 30, 30, 18. Toplayaraq 78. İkisi də yerinə 78. qoyulur. Tapar. Hı -hı. 34. Demək istəyən var? Bucağı çəkin. Bax. Bucaq verilib. Burada bir-iki dənə qayda izah edəcəm. Yox, burada bir-iki dənə qayda izah edəcəm. Qoy bunları mən deyim. ABC tərəflərini qeyd eləyək. Çünki bir-iki dənə məqam var, siz onu bilməyəsiniz. AB tərəfini bilmirsən. AB-ni yazın A. Deyir ki, BC tərəfi, yəni bu tərəf buradan 5 sm böyükdür. Yəni A üstəgəl 5-ə bərabərdir. AC tərəfindən isə 5 sm kiçikdir. Yəni kiçikdir deyilsə, bax. A-dan B. Yo. 5 sm kiçikdir. Yəni bura A üstə gəlinsin neçə yazaram? Bu bundan 5 sm kiçiksə 5-in üstünə 5 gələrəm də 10. Bu formada yazsam bax. Bu bundan 5 sm kiçik olmuş olar. Mənə deyir ki, perimetri 30-a bərabərdir. Uşaqların eləyəcəyi ən böyük səhvi deyim sizə. Tərəfləri toplayar. Deyir 3 dənə A var, 3A. Üstə gəlinsin. 10-la 5-i toplayar 15. Bərabər eləyir 30-a. Bu böyük bir səhvdir. Perimetr 30 deyir, tamam. 30-a bərabər eləmə şansınız var. Amma bu, orta xəttlərlə əmələ gətirdiyi üçbucağın perimetridir. Sən ümumi perimetri tapmaq üçün orta xəttlə gətiribsə, bunu 2-yə vurmalısan. 30-u 2-yə vuranda 60. Deməli, perimetri nəyə bərabər edirsən? 60-a. 60. Çünki o 30 olan perimetri bilsən hansı hissədir? Burada yaranan balaca üçbucaq var ya, onun perimetridir. 60-ı tapdın. 15 çıxarıq. 45, 45 keçsə 15. A, sol 15 digər tərəfə mənfi ilə gedər. 60-dan 15 45. A da bərabərdir. 45-i bölərsən neçə? 15. Tərəfinin biri A-dır 15. Digəri A üstə gəl 5. 15 üstə gəl 5 20. A üstə gəl o. Bu da 30. 25. B variantı. 25. Hə. Cavab olur B variantıdır. Bölüm düz. İndi başa düşdünüz ki, orta xəttlər deyəndə bax burada yaranan balaca üçbucağı deyir. Perimetrə qaçıb onu bərabər eləməyin. 2-yə vurun həmişə. Bunun kimi oxşar suallar gəlir. Bəli, bir də deyə bilərsiniz bu sualda. Deyəməm, sildim. Gəl uşarı var onun üstündə deyim, oradan tut. Eynisidir. Bax, bu deyib bu. Gəl indi bunu Tamam. səndən yazaq. Üçbucağı verib. Bahar, bax. A, B, C üçbucağını verib sənə. İndi bir yaxın başa düşənməmişsin. İndi bax. BC tərəfi AB tərəfindən 4 dəfə böyük, 4 sm böyükdür. Bax, buranı bilmirsən, AB-ni bilmirsən, aynən işarə elədin. BC buradan 4 sm böyükdür, yəni A üstə gəl 4-ə bərabərdir. AC isə 4 sm kiçikdir. Deməli, bura nəyə bərabərdir? A üstə 8. A üstə gəl Bax, 8 versəm, bax, Bahar, bu 4, bundan 4 sm kiçik olmuş olacaq. Deməli, burada A üstə gəl 8-ə bərabərdir. İndi sənə deyir ki, orta xəttlərdən düzəlmiş üçbucağın perimetri, yəni bu 21-ə bərabərdir. Deməli, ümumi üçbucağın perimetri nə olacaq, Bahar? 21-i Mən nəyə? 8-dən 21-i 2-yə vurarsan, 42. Orta Hə, xəttlərdən yaranan bu üçbucaq, kiçik üçbucağın perimetri, Bahar, 21-ə bərabərdirsə, 21-i 2-yə vurursan 42, bu ümumi üçbucağın perimetri 42 olur.
Bilirik ki, orta xəttlərdə yaranan, bax, orta xətt ümumi üçbucağın perimetrini yarıya bölür həmişə. Ona görə 2 dəfə böyük olduğunu bilib tapıram ki, bura 42-yə bərabərdir. Baxar, bir dənə səsini çıxart, ekranda səni görüm mən. Görüm tuta bilirsən, yoxsa yox. Bəli, Hə, indi bax, Bahar, mən bəli, bəli. görüm. Burada nəyə bərabər edirəm? Perimetri 3 tərəfi toplayacağım. A. Neçədən A var? 3 dənə. 3A, Üstə gəl. 4 ilə 8-i toplayıram. 12, 12. Bərabər edirəm nəyə? 42-yə, 3A bərabərdir, Bahar. 12 digər tərəfə mənfi ilə keçir. 42-dən 12 çıxanda neçə qalır? 30. 30, A da bərabərdir. 33-ə 10. 10. A-nı 10 tapdım. Apar tərəfini qoy yerinə. Bax, bura 10 imiş. A-nın üstünə 8 gəlsən, 10 üstünə 8 gəlsən, bura 18 imiş. 10 üstünə 4 gəlsən, burada 14 imiş. 10, 4, 18. Səndən böyük tərəfin uzunluğunu istəyir. Böyük hansıdır? 18. 18. Bahar, qaranlıq bir şey qalmadı ki. Xeyr. Bu nə idi? Yuxarıda bir dənəsini qoyub düşmüşdüm aşağı. Bərabər yanlı üçbucaqdır. Bura 8x plus 4-dürsə, yan tərəfi də 8x üstə gəlinsin 4-dür. Sənə perimetr 96 verir. Bunları toplayasın. 8x, 8x, 4x. Toplayanda eləyəcək 20x. 4, 4, 8. Toplayanda eləyəcək 16. Üstə gəl 16. 16. Bərabərdir 96-ya. 20x bərabərdir. Yeganə adamam ki, tənliyi aşağıdan yuxarı gedirik. Mənfi 16 bu tərəfə çıxma ilə gedir. 96-dan 16 çıxanda neçə qalır? 80. 80. X də bərabərdir. 80-i böləcəyik 20-yə. Bu da eləyəcək 4. 4. X istəyirdi. Cavabı 4. 37-yə baxaq. 36-nı dedik. Bu qalmışdı deyə qayıtdıq bura. 37. Baxın suala sakitcənə. Mən deyim davası yox. Sadəcə fikriniz varsa həqiqətən deyin. Mən belə ola bilər 40-ın üstünə 2x gəldim, üstünə Yo, də yo. 5x bərabər 180 eləsin. Yo, elə şeylərə ehtiyac yoxdur. Mənim deyim mən. E variantı. Yox. Müəllim, 2x hansındır? B-nin yoxsa Beynim, buranındır. Sən 2x-i sadəcə gözdən ortaya ver. Çünki 2x bu tərəfdədir, lazımsızdır. Sən bu dəfə nədən istifadə eləyəcəksən? Bax, yanların bərabər olma qaydasından istifadə eləyərək deyəcəksən ki, yanlar bərabərsə biyaq. Biyaq ki, videonun ortalarında mən bu sözü dedim. Əgər yanlar bərabərdirsə, 180-dən verilən bucağı çıxıb 2-yə böləsən. Verilən bucaq nədir? 40 dərəcə? 180-dən 40-ı çıxıb böləsən 2-yə. 180-dən 40 çıxanda 140, 2 dəfə 70. Tapdın 70. Bu ikisinin də cəmi 70-ə bərabərdir. 2x üstə gəl 5x 7. O da bərabərdir 70-ə. X də bərabərdir 70-i bölürük 7-yə 10. Asan sual idi. Bəli, Sadədir. Sadəcə qayda bilmək lazımdır. Qaydanı haradan bilmək lazımdır? Müəllim video atır. Gedib oradan baxıb öyrənmək lazımdır. Düzdürmü? Başımıza güllə çəkdik. Deyin görüm indi. Eyni qaydada buranı necə yazaram? Müəllim. Bəli. Mən burada bizim Burada prosu bir şey yerdə var nə ki, yox. yazdım? Burada tərəflər yoxdur, 2x verilmir. Bu biraz fərqli sualdır. Bunu necə tapırsınız? Uşaqlar, mənə baxın. Burada sən bucaq S-ni verib 30 dərəcə, düzdürmü? Bərabər yanlı üçbucaq qaydasından istifadə eləyərək sən gəl birinci bucaq D-ni tap. Bax, buranı tap. Bucaq D-ni tapmaq üçün deyərsən ki, D ilə A bir-birinə bərabərdir. Çünki bunlar bərabərdir bir-birinə. A bərabərdir D-yə. Bunu tapdın. Bu da bərabərdir nəyə? Bura 30-dursa, yuxarıda 30 kimi düşünəsən. Amma indi konkret aparıb ora 30-u yapışdırma. Aynən D bərabərdir, buranın üzərindən gedək. Aynən D bir-birinə 30-un bərabərdir, o da 25-in 30-un 25-in cəminə bərabərdir. 30-un 25 toplayanda neçə eləyəcək? 55. 55. Deməli, aynən D bir-birinə bərabərdir, o da 55-dir. Uşaqlar, burada 55-dir. Burada 55-dir. Yuxarıda tapmaq üçün nə edərəm? 180-dən buranın 55 yazanda 180-dən cəmini çıxarım. Ay sal. Bax 55 verib. Burada 55'dir. Burada 55'dir. 55'i 2 180-dən 110. 110. 180-dən 110 çıxırıq, Ay 70 sağ ol. qalır.
X-i də tapmaq üçün 180-dən çıxaram. 55'lerin cəmini 55 55 110 edir. 110. O da 110 edir, o da bərabər 70 Y variantı. Sağ ol. 39-cu sual. Bilən sakitcə desin ki, mən izah eləyim, deyim izah eləsin. Qışqırışmayın. Mən eləyim. Buyur Bahar. Mən bunların hamısını toplayıb 180-ə bərabər eləyərik. Aysa, Elə taparıq daxili ikisini. bucaqlarının cəmi 180-ə bərabərdir. Hamısını toplayıb 180 eləyərsən. 5x 15x toplayanda edir 20x. 5 5 50 toplayanda edir 60. Bərabərdir nəyə? 180-ə. 60 digər tərəfə çıxma ilə gedir. Bahar, yazsan çox qəşəng yazarsan. Prosto öz vəziyyətə vermirsən. 180-dən 60 çıxanda neçə qalır? 120. X də bərabərdir. 120 6. Cavab olur C variantı. Aldın altını Bahar. Bəli. Eyni qaydada bu da. Cəmlərini toplayacağıq hamısının. 10x Mən eləyəcək. hesablayıram. 15x-lə 10-u toplayarıq. 15-lə 10-u toplayarıq. Sonra 70. üstünə də 45 dərəm. 70. İçəridə elədi 70. Digər tərəfə çıxsam 180-dən 70 çıxsam 110. 10x bərabərdir 110-a. X də bərabərdir 11-ə. Alınar. Olur C variantı. İstəsəz çox qəşəng cavab verirsiniz həqiqi, amma prosto özünüzü əziyyətə verən deyilsiniz siz. Sizin ki ancaq yatım, yeyim, içim, yatım. Arada belə dərsi qaynadım. Deyin görüm 41-i. Baxın, demək istəyən varsa desin. Dəqiqə müəllim. Mənim o C-nin üstündəki nədir? Mən 9x-ə orada bölərik. C-ni tapmaq üçün 180-ə 360-ı 135 çıxarıq, C-ni taparıq. Hər şey ehtiyac yoxdur. Müəllim, mən deyim. De görüm. Mən deyəm. Müəllim, burada X-i tapmaq üçün birinci 180-dən 135-i Ehtiyac çıxarır. yoxdur. Ehtiyac yoxdur. Çıxma. Başqa bir şey demək istəyən varsa desin. 90 dərəcədə alır. Yo, yo. Nihat de görüm. Mən deyim. De görüm Nihat. Mən 135 çıxdım. 45 45 Çıxmayın 9-a da, böldüm 5. çıxmayın. Mən də deyirəm ki, o üsulu bilirəm. Buranı tapırsan 45, toplayıb 180-ə bərabər edib x-i tapsın. Oranı bilirəm, onu mənə deməyin. Deyirəm ayrı nə demişəm sizə? Mənim 9 Mən adam indi. 135 bərabərdir 180. Elə deyil. Dedim ki, xaricdə qalan bucaq, daxildə qalan x-in cəminə bərabər. olacaqdı. E variantı. Ana, Sadəcə evet. sizə digər üsulu öyrətməyəcəm. 135 Allah, nə qədər 5 qışqırırsınız. 5 Orada deyəm. Mənə baxın. 180-dən 135 çıxıb buranı 45 tapım. Sonra gedim hamısını 180-ə bərabər edim. Bu yolla getməyə deyirəm, ehtiyac yoxdur. Üçbucaqda istifadə elədiyimiz əsas qaydadan istifadə edin. Bu 90 dərəcəli bucaqdır. Bayaq sizə nə dedim? Daxildə qalan 2 dənə bucaq bərabərdir nəyə? Cəmi bərabərdir nəyə? Xaricdə qalan bir dənəyə. 135-ə. Bunu əzbərləməyə çalışıram mən sizə. Daxildə qalan 2 dənə bucaq. Yoxsa mən də bilirəm ki, 180-dən çıxıb buranı 45 alarsan, toplayıb hamısını 180-ə bərabər eləyərsən, onu mən də bilirəm. Sadəcə bunu əzbərləməyə çalışıram sizə. Daxildə qalan 2 dənə bucağın cəmi xaricdə qalana bərabərdir. Buranı 90 verib sənə. 9x üstə gəl 90 bərabərdir 135. 9x bərabərdir 45-ə. Asad, x də Daxili. bərabərdir 45-i bölürsən 9-a 5. Cavab olur E variantı. Eyni qaydada buranı bax, sənə verib 90 dərəcə. İndi buranı tapmaq üçün nə etməlisən x-i? Bu x-in cəmi 150-yə bərabərsə 150-dən 90 çıxarsan. Deməli bura 60, 60-dan 90 toplayıb xaricdə qalan 150-ni almısan. Aydın oldu? Bəli, müəllim. Başa düşmədi. Kim başa düşmədi? Mən. Bir dəqiqə deyəm. Mənə baxın. Daxildə olan, bir dənə sakitdən qışqırırsınız deyə heç nə başa düşmürsünüz. Arada mən də başa düşmürəm heç nəyi. Daxildə qalan 2 dənə bucağın cəmi xaricdəkinə bərabərdir. 9x üstə gəlsin. Bax, Əsmər, bu 90 dərəcəli bucaqdır. 9x üstə gəl 90 bərabər olmalıdır 135-ə. 9x bərabərdir 90 digər tərəfə çıxma ilə gedir. 135-dən 90 çıxırsan 45. X də bərabərdir 45-i 9-a böləndə neçə qalır? 5. Bu tərəfdə də yenə deyirəm, daxildə qalan x-i xaricdə qalana bərabərdir. Əsmər, bax, bunu sənə düz verib də 90 dərəcədir. Sənə buranı tapmağını istəyir. Buranı tapmaq üçün nə edirsən? 150-dən 90 çıxırsan. 90 çıxarıq, cavab 60 qalır. 43-ə baxın görüm.
Mənim 43-ü mən deyə bilərəm. De görüm Rəvan. Mənim orada 3x ilə 2x-i toplayırıq 5x. Mənim 5x üstəgəl 30 bərabərdir 180. Ay Mənim sağ ol. 180-dən 30 çıxırıq eləyir 150. Mənim 150-ni də 5-ə bölürük eləyir 30. Ay sağ ol. 30 digər tərəfə çıxmayla gedir. 180-dən 30 çıxanda 150. X də bərabərdir. 150-ni 5-ə böləndə 30. Cavab olur B variantı. Əla. Digər üsulda eyni qaydada toplayıb 180-ə bərabər eləyəsən. Burada da 10x bu tərəfdən çıxmayla gedəndə 10x bərabərdir 110 toplayanda. X də bərabərdir 110-u 10-a böləcəyik 11. Yenə deyirəm, toplayıb içəridəkilərin hamısını 180-ə bərabər edirsiniz. Tapasınız 11. Bura, bu çox qəşəng sualdır. Prosta bunun ardı yoxdur, bircə saniyə. Mən bunu... Bura, Abi, Mənim bax, ardımda bir dənə burada burada 50 yuxarıda var. Burada 50. 50 verilib. Bu bucağı 50 verib sənə. Bu bucaq 90-dır. 90 dərəcəli bucaqdır. Bu bucağı alfanı tapmağını istəyir. Uşaqlar, bura 50-dirsə, bura x fason neysə düşdü, x deyil, bu bucaqdır. Bura 50 dərəcədir. Bir şeyi bilməlisən, bu tərəflərin cəmi bu tərəfin cəminə bərabərdir. 50 ilə 90 toplayanda neçə eləyir? 140. 140. Buranın da cəmi 140 olmalıdır. 100-ün üstünə yazsam 140 eləyir. 40. Alfa variant. 50 ilə 90 toplayanda 140. Burada da 140 olmalı. 100-ün üstünə 40 gəlsəm 140. Cavab olur D variantı. Həmişə baxın, bu tərəflərin cəmi digərsinin cəminə bərabər olmalı. Bu da qayda videosunda demişdim. 46-nın Bu bucaqlarını alfa bucağıdır. Alfa bucağını istəyirsəndən. Burada 90 dərəcəli bucaqdır. Düz bucaq formasında verib. 68 ilə 44-ü toplayanda neçə eləyir? 112. 112. 112-dən də 90 çıxaram. 22. Ay sağ. Deməli bura 22 olmalı idi ki, 22 ilə 90 toplayım 112 eləsin. B variant. Yaman qışqırırsınız. Baxla orada 50 tapdınız. O 100-ün yarısı olaraq tapdınız. Ana 50. Yox, orada özü 50 var idi. Hə, mən görməmişəm. Hə var idi. Dedim, mən Bu sırada düşməmişdi. Üçüncüdə qalmışdı. Qıraqdan yekə yazdım. Yox, var idi. Şərtdə verilmişdi Bahar. Bahar idi bütün zolayı denişməyəm. Hamımızın da səsi bir-birinə oxşayır. 4x, 2x, X 6x. y arasında münasibəti müəyyən edin. Uşaqlar baxın, bu sizin deyəcəyiniz bir şey deyil. Gəlin bunu mən izah verim. Ümumi deyirik ki, əslində asan bir şeydir. Deyirik ki, hamısının cəmi nəyə bərabərdir? 4x 180. üstə gəlinsin 3y, üstə gəlinsin 2x. Hamısının cəmi bərabərdir 180-ə. İndi 180. Belə 80 olur. 180. Aha. 4x-dən 2x-i toplayırıq 6x, üstə 6x. gəlinsin 3y bərabərdir 180. İndi mənə deyir ki, bax, cavablarda y-dən ifadə eləmə var daha çox. Gəl 3y-i saxlayaram burada. 3 ya da belə eləyim, hər tərəfi indidən bölüm. 6, 3, 180. Hamısının ortaq böləni nədir? 3-ə bölünür. 6-nı 3-ə bölərəm 2x, üstə gəl. 3y 3-ə bölərəm y bərabərdir. 180-i 3-ə bölərəm 60. Buradan y nəyə bərabərdir uşaqlar? 2x digər tərəfə çıxmayla gedir. A variantı. 2x-ə. Cavab da olur hansı variant? A variantı. Suala baxın bir dənə. Qaranlıq qalan nəysə varsa yenə deyin. Bilməm. Düşünürəm. Çalışın dediklərimi yazın. Mən bir yaxdan baxıram. Düzdür, kameranız açıq deyil, görmürəm, amma gördüklərimdən Bahardır, Əsmərdir, Nihatdır yazır. Talib arada özündən gedir, arxaya qayıdır, gəlir, nəysə yazır, sonra yenə yoxa çıxır. Talib yazırsan? Bəli. Asla yazmam. Sizlər görmürəm, siz amma həqiqətən qeydlərinizi aparın. 48-ci sual qalsın, 48-ci sualı mən ümumi qısa videoda izah verəcəm. Onun qaydası uzun gedir. 49-cu suala baxaq. X kubun istəyirsiniz də. Bunu da bilmirsiniz. Niyə? Çünki bu Pifaqor teoremidir. Pifaqor teoreminə görə Mən hipotenuz bilirəm. Mən birincinin kvadratı kvadratı ilə ikincinin kvadratının cəmi ikincinin kvadrat, üçüncü kvadratına bərabər. nəsə bir şeydir, amma çoxlu kvadratlar sözü eşitdim orada. Mənim onun Hipotenuz- kvadratı Məndə üstə x gəlsin kvadratı 8 kvadrat. 8 Belə olacaq kvadratı da onun bərabər. kvadratı üstə Hipotenuzun gəlsin x kvadratı kvadratı bərabərdir 8-in Birinci, ikinci, kvadratına. üçüncü deyilən bir şey yoxdur uşaqlar. Hipotenuz kvadrat, yəni uzun tərəf hipotenuz deyilir, digər tərəflər katet. Ən sonda olur. Aha, hipotenuzun kvadratı, Mən yəni belə olacaq onun da 8-in kvadratı kvadratı 100 üstə gəlsin 2-nin kvadratı bərabərdir onun bərabərdir. kvadratına. Bərabərdir. Hipotenuzun kvadratını sakitcə durun, izah verim ki, hamı tam başa düşsün, bilməyənlər də bilsin. Hipotenuzun Nə deyim? kvadratı bərabərdir katet
katetləri kvadrat cəminə. Hipotenuz bu uzun olana deyilir. Onun kvadratı nədir? Onu ona vururam 100 bərabərdir. X-in kvadratı üstə gəlinsin 8-in kvadratı 64. İndi buradan x kvadratı nəyə bərabərdir? 64 digər tərəfə çıxma ilə gedir. 100-dən 64 çıxanda 100 qalır çıx 64. 36. X nəyə Zaten bərabərdir? Nəyə vursam 36 eləyər. 6-nı 6-ya E, vursam 36 eləyər. 6'ın 6'ya İşte vursam tapdım 36 eləyir. 6. Amma qaçıb cavabı 6 götürmürəm. Çünki məndən şərtdə x-in kubunu istəyir. Yəni deyir 3 dənə 6-nı öz-özünə vur. Bu da eləyir 216. Cavab olur E variantı. Bu da qaydadır. Bunu da videoda izah eləmişəm. 50-nin 51. Gəlin burada yenə izah verirəm. Sakitcə qulaq asın ki, qarışığa düşməsin sual. Çünki burada qayda qeyd eləməlisiniz. Pifaqor teoremində uşaqlar, keçən dəfə videoda demişdim. Ümumiyyətcə, bayaq izah elədiyim kimi, hipotenus kvadratı bərabərdir katetlərin kvadratları cəminə. Hipotenus C ilə işarə eləsəm, katetləri A ilə B ilə işarə eləsəm, deyərəm ki, C kvadratı bərabərdir A kvadratı üstə gəlinsin B kvadratına. Bunu rahatçılıqla taparam. Amma bu formada verilsə, bəzən bizə istisna hallar verirlər. Buxarın dərəcəsini verirlər, 60 dərəcə, 30 dərəcə, bəzən 45 dərəcəli bucaqlar belə verirlər. 52-ci suallarda görəcəyik 45 dərəcə var. Bu zaman nə edirik? 60 dərəcəli bucaq varsa, diqqətlə qulaq asın. Bu məndən x-i tapmağımı istəyir, hipotenusu. 60 dərəcəli bucaqdırsa, 60 dərəcəli bucaqda ona bitişik katet 4-dür. Hipotenusu tapmaq istəyirəmsə, həmin kateti 2-yə vuraram. İliyər 2A, yəni 2 vurulsun 4 nəyə Mənim 6-da bərabərdir? tapmaq üçün kök altı 3-ə vururuq. Azizlər. Ümumiyyətcə, baxın, 3 bucaq verilib. Katetin birini verib, həmişə bu tərəfi verəcək sənə. Bu hökmən verilir. 60 dərəcəli bucaqdırsa, digər kateti tapmaq üçün aşağı istənir. Onu vurasan 4-də 3-ə. Verilən rəqəmi 4-ü vurasan kökdə 3-ə. Bu tərəfi tapmaq üçün 4-ü vurasan 2, eləyəcək 8. Bax, vurdun yazdın, səndən x istəyir. X-in yerinə nə yazmışıq? 8. Eyni qaydada bu da onun kimidir. Bura 30-dur, bura 60-dırsa yuxarı qalıb 60. 90, 30, burada qalıb 60. Deməli 60 dərəcəli bucaq qarşısında. Yəni aşağım nə olacaq? 5 kökdə 3. Bu tərəfim nə olacaq? 5-i vuracam 2-yə 10. Aydın oldu? Bəli, müəllimə. Bunu Bəli, qayda müəllimə. yadınızda saxlayın. İndi bu 60-30 dərəcəliyə aid idi. Məsələn, 60-ın qarşısındakını deyirdik. Bəs yaxşı 45-in qarşısında nə olacaq? Gəl onu da tapaq. Burada da bir dənə nümunə 45 ilə verib bizə. Uşaqlar, yuxarı 90 dərəcədir. Diqqətlə qulaq asın mənə. Yuxarı 90 dərəcədir. 90, 45 toplayanda edir 135. 180-dən 135 çıxaram, burada qalıb 45. Bu bucağım 45 dərəcədir. Tapdım bucağı. Bucağa bitişik katitlə işləyirik həmişə. Bura 45-dir, bura 30-dur. Qarşısındakı duran tərəf nəyə bərabər? Bayaq 60 dərəcəni deyirdim, indi 90 dərəcəni deyirəm. Bax, əgər bitişik 3-ə bərabərdirsə, 45-in qarşısındakı duran tərəf özünə bərabərdir. Bu 3-dürsə, burada 3-dür. X tərəf isə, bax bu tərəf isə, bunun kökdə ikisinə vururam. 3 vurulsun kökdə 2. Bu da bərabərdir. Hansı variant? C variantı. Mənə x istəyir. Bu tərəf istəsəydi, deyərdi ki, bura 3-dürsə, qarşısında duran tərəf də 3-dür. Cavab olur C variantı. Qeydlərinizi aparın. 53-cü sualda. Yenə eyni hipotenusun kvadratı, yəni x-in kvadratı bərabərdir digərlərinin kvadratı cəmi. 15 kvadratı edir 225, 8-in kvadratı edir 64. Bunları da toplayanda edir 289. X də 289. bərabərdir. Nəyə vursam 289 edir. Kök altı 289-dan nə çıxır? 17. Cavab da olur A variantı. Əlli dördüncü sualda. 54 biraz fərqli gedən sualdır, qarmaşıq gedən sualdır. Amma çətin deyil. Mənim əgərsə 60-dırsa, bir də 60 olardı. Bax, bura 60-dır. 60-dır. Burada 60-dır. Müəllimə, 60-da deməli, hər tərəf 60-dır. Hər tərəf 60-dır. 60-ı yarıya bölüb. Bura neçə qalıb? 30. Burada da 60-ı yarıya bölüb. Bura neçə qalıb? 30. İndi səndən bu 30. bucağı tapmanı istəyir. A, KP-ni istəyir. Bax, buranı istəyir. 30-dan 30 120. toplayarsan 60, 180-dən də 60-ı çıxarsan 120. Bu qədər. 20. Nə? Şəkil biraz qəribə görsənir, amma çətin bir sual deyil. Eyni qaydada da burada elədim. Amma bu dəfə sənə 60 verməyib deyə sən bilmirsən ki, digər tərəflərə nə qalıb. Bax,
Yəni 180-dən 20. 180-dən 40-ı çıxarsan, qalar 140. Digər iki tərəf bir-birinə bərabərdir. 180-dən 40-a çıxdın, dedin 140. 140-ı 2 yerə bölərsən, 70-70. Deməli, burada 70 imiş, burada 70 imiş. Burada 70. 70-i yarıya bölsən 35. Burada 35-dir. Buranı tapmaq A, üçün nə edərsən? 95 olar. 35-dən 35 toplayarsan 70, 180-dən də 70-i çıxarsan 110. 100 Yer var. var. Bərabər yanlış bucağın oturacağına bir şey xarici bucaq 140 dərəcədir. Üç bucağın təpə bucağını tapan. Necə yazarım? Necə müəllim? Bərabər yanlış. Bir dənə üç bucaq. Bu bərabər yanlıdır. 2 dəqiqə. Qələmi ayarlayayım. Aha. Bərabər yanlı üç bucaqdır. Sənə deyir ki, xaricdə bir dənə bucaq var. Bu bucaq 140 dərəcəyə bərabərdir. Üçbucağın təpə bucağını tap. Bu bucağı tapmağını istəyirsən mən. Sənə deyirsən ki, üçbucaq bərabər yanlıdsa, bura buraya bərabərdir. Bura 140-dırsa, 180-dən 140 çıxaram, buranı taparam 40. Bura 40-dırsa, bura da 40-dır. Yuxarı tapmaq üçün nə edirəm bizə? 180-dən çıxaram. 40-dan 40-ı toplayanda neçə edir? 80. 100. E variantı. Ay, sağ olun. Aydın olur, qaranlıq bir şey qalmır ki. Mən Necə? Asan verəcəksiniz. suallar. Əlavənin tapşırığı nə vaxt dərsinizdə versəm işləyərsiniz. İndi yazın, öyrənin. İstəyirsiniz tapşırıq verərəm, buna uyğun işləyərsiniz. Tam yadınızdan çıxmamış olar. Ekranı yazmayın, Həftimiz elə- hər dəfə silmək Bizim- məcburiyyətində qalmayın. Bizim Müəllim, dərs Sualınızı Sual verin. Nə sual verirsiniz? müəllim sualım yox. Siz niyə sağollaşırsınız? Mən sual izah edirəm burada. Sarı qaçırsınız hal-hazırda belə uçuş rejimindəsiz. 57 mən izah edeyim. De görüm Talım. Müəllim, burada 5, 7 və 8-in nisbətidir. Buna görə 5 60 perimetr olduğuna görə 5x-ın üzərinə 7x, onun da üzərinə 8x gəldik. Alınacaq 20x. 60-ı da 20-yə böləcəyik, alınacaq 3. Deməli, x-in qiyməti 3-dür. 3-ü də bura ən balacası 5 olduğuna görə 3-ü 5-ə vuracaq. Alınan cavab 15. Ayso 5K, 7K, 8K hamısını toplayan edir 20K. 20K bərabərdir 60, K bərabərdir 3-ə. K-nın qiymətini 3 tapdın. Ən böyük desə 8-ə vurasan, ən kiçik desə 5-ə. Ən kiçik deyir 5-ə vurur. 5 dəfə də üçün 15. Eyvallah. 58-ci sual. 58 nisbətlər qaydasıdır. Bu tərəfdə bu üçbucağın tərəfi nədir? 12. 12 bölünsün. Digər tərəfi nədir? Üçbucağın 4. Bərabərdir. Bu üçbucağın bu tərəfi nədir? 9. 9 bölünsün x. 12-ni 4-ə böləndə neçə edir? 3. 3. Bura sənə verir 3 qiymətin. 9-u nəyə bölsəm 3 alaram? 3. Demək, x-im nəymiş? 3-ümüş. X-i tapdım. 3. Mənə deyir ki, AC tərəfini tap. 7. 4 burada, 3 burada. AC-ni istəyir səndən, bax. 4 burada, 3 burada. Toplayanda neçə? 7. 7. Düz tap. Mənim qısacası 4-ün üstünə 3-ü tapırıq, 4-ün üstünə də 3 gəlir. Hələ elə elədik. Heç nə Qısacasına mənim. bax. 3-ü tapırıq, sonra 4-ün üstünə 3 gəldik. Çox qısaca oldu. X kvadratı Başım- çıxsın, Y kvadratını istəyir bizdən. X, Y də verib 12. Dəqiqə mən baxıb deyəcəm indi. Dəqiqə hesablayım. 5, 12, x, Yaz hesablayır. dəqiqə 12 hesabı. Bu nədir? Buradan. Bunun ümumiyyətlə gəlin qısa yolunu öyrədim sizə. Bunun düsturu var. X üstə gəl Y-in kvadratı vurulsun. Vurulsun yox, toplansınla gedər. 2xy. 5-in kvadratı neçə eləyir? 25. 25 5. üstə gəlsin 2xy. 12-ni 2-yə vuranda neçə eləyir? 24. Bu da bərabərdir nəyə? 49-a. Amma bu kvadratın qiymətidir. Kök altında 49-dan nə çıxır? 7. 7. Düz tapdım. A. Dərəkdə tapdım.
Bahar uşaqla işin yoxdur. Ay müəllimə, bibim oğludur. Həqqi? Hə. Bircə dəqiqə deyəm. Səni mən Nihat... Hə, heç nə yadıma düşdü. Müəllimin beyni verdi. Mən Baharın hardansa nömrəsini kimsə vermişdi. Mən o yadımdaydı. Kim verdiyi yadımdan çıxmışdı. O Hə. gün yadımdaydı ki, onu səndən soruşuram. Ki, Bahar, mən sən şəxsdən götürmüşəm. Sən kim idin? Kim vermişdi sənə nömrəmi? Nihatın anası vermiş. Nihat vermiş. Bəli. Mən deyirəm uşaqla işin yox. İşin ola bilər, özü olmasın bilərsən. Deyin görün burada. Alfa üstə gəlsin, beta 240-a bərabərdir. X-i tapın. Şimdi uşaqlar, bura Ben alfadırsa, 160'ı bax, bir dənə 180 şeylə götürərəm. gedək. Bura alfadırsa, bura nəyə bərabərdir? 180 çıxılsın alfa. 180 çıxarsan. Ay, sağ. Bura betadırsa, bura nəyə bərabərdir? 180 çıxılsın. Çıksın betta. Ay, sağ. İndi sizə 3 tərəfin cəmi nə olacaq? 180 olacaq. 3 tərəfi toplayaram. 180 çıxılsın alfa. Bax, nə veribsə yaz. 180 çıxılsın alfa. Üstə gəlinsin 180 çıxılsın beta. Üstə gəlinsin x. Bərabərdir nəyə? 180. 300 sənə. 180 digər tərəfə gedəndə mənfi ilə gedir. Ona görə də bununla bunu aparıram burada. Bu 180-i neyiniyim burada? Bircə saniyə. Hə, bunu belə eləyə bilərəm. Mənfi alfanı verərəm. Bax, mənfi işarəni verərəm bura. Alfa üstə gəlinsin beta. Üstə gəlinsin 180. Üstə gəlinsin x qalar geriyə. Bərabərliyin bu tərəfini hələ ki boş saxlayıram. Alfa üstə gəl betanın yerinə nə yazaram? 240. Digər tərəfə keçirtməklə də. İndi bax, ümumiyyətcə 240-ı alfa üstə gəl betanın qiyməti 240-dır. 180 də onun yanına keçirsən, mənfi ilə keçirdərəm. Çıxılsın 180. Nəyə bərabər olur? 60. 60 nə? Qorxa-qorxa deyirsiniz. 60. Ben dedim. Saçtım. Cavab 61-ə neçə dəqiqəmiz qalıb? 2 dəqiqə 50 saniyə. Az qalıb əslində sual. Çoxuna baxmışıq. Müəllim, 80 dənə sualdır. Çoxuna baxmışıq. 60 dənəsinə baxmışıq. 20-si qalıb. Baxın, burada nə edərəm? Necə yazaram? Ben təzədən link atın yenə deyək. Yaxşı, yaxşı. Ben 90 üstə 20 gələri 110 taparıq. Bir variant. Nə oldu? Nə yazsan? Yox, elə bir şey yoxdur. Əsmər dediyi heç nəyə inanmayın. Həqiqətən deyirəm. 2 ayda bir şey öyrənmişəm ki, Əsmərin dediyi heç bir şey düz deyil. Atdığı, indiyə qədər atdığı sualların heç biri tutmayıb. Ona görə normal hesablayın. Bir də siz nəyə var? Belə eləyir. Əsmər, bir dənə bir şey də tutmuşam səndən. Upuzun bir misal olur. Misalı 10 dəqiqə izah verirəm. Axırda allam ki, məsələn, cavab 4-dür. Əsmər belli. Mənim elə qısası 4-ü götürək, üstünə onu gələk də. Əsmər 4-ü hardan tapdım? Mən 10 dəqiqə onu izah eləməsəm, o 4 var idi orada, yox idi. Mənim elə onu Ben götürüm, üstünə onu gələm, qutarsın. Hardan gəlir? 90 da Onu da var. bilmirəm. 90 da var, 20 də var, cavab da var da. Əsmər, sən bir söz deyim sənə Əsmər. Cavabda bax burada 61 olsa, cavab 61 çıxsa, Əsmər sən nə deyəcək bir tipdir? Mənim də sualın nömrəsi 61-də qaçaq elə onu götürək. O dərəcə atıra, əlaqəsiz deyirlərdə nə gördü deyir. Əsmər, 90 da var, 20 də var. Toplayırsan 110. Mən də deyirəm ki, cavab 110 deyil. Başqa nə demək istəyirsən? Denə. Cavab var axı müəllim. Mən də deyirəm o deyildi, o səhvdir. Cavab 130-dur Əsmər. Cavab E variantıdır. Hə. Cavabı dediniz. Ay müəllim, elə 100-ü tapaq üstünə 30 gələ eləsin 130 da. Yüzü hardan tapırsan? Ağıllım o birisinin payı. Biraz böyümüş versiyası. Yüzü hardan tapırsan? Sonra 20-ni toplayarıq, təzə üstünə 20 gələrdi. Çünki bərabərdir. De görüm Yahya. De görüm. Müəllim 90 üstə gərək 20x yazarıq. 90 Yox olmur. Bu da yarıya qədər getdi, sonrası yoxdur. Hə. Müəllim, Sil yavrum. D ilə B 20-dir. D ilə B 20-dir. A-dakı 90-dır. Link riski 20'lər tutaracaq. Link riski dayansa, yüzü atarım, qoşularsınız. 90 üstə də 40 gələri, cavab 130 eləyər. Tapdım. Mənə cavab elə 130-dur. Necə tapdım? Yadımdan çıxdı dəqiqə. Müəllimə Ay, demişdi yəni- də, sən də gözün tapdın indi. Yabırsılar sizə Allah haqqı. Yavru gündə. Tapdım da D də 20-dir, B də 20-dir. A, D, C 20-dir orada. A, bu yox, B, D, A, yox, A, D. Link C atacağım. Link 20'dir. riski qutaracaq, dayanacaq. Təzəsini atacağım. Gəl də təzəsini.